Diyorum ki tüyümüz küt yatır, kurt düşüb. Drenine yatırıcı, bunun lastik şeyler. Ben baktım olmadı. Keçən 8 dənə tüy küt düşdü, 4'ünü basıdı. 4'ü istibatda düşdü, üzümü qoradan baxdım. Yumurta öyle bir şey qalmışdı ki, üzə çıxarmağa. 4'ü ama üzə çıxartdı. Mart ayından küt düşdü, belə gecikdirdim. Bir dənə tüyğüm ayıldı, küt yatırmadım ayıldı. Bir də hal-hazırda keçən birinci küt düşən, bir küt yatır. Küt elə yavaş yatacağım. Yemeği, suyu, bu da o birisi üçün hazırlamışam. Qabağında olmalıdır. Yaxında deməli düzəl haqqında ətraflı video çəkiş eləyib. Onda şey edəcəm, baxarsınız. Əsasda yeni gələnlər üçün deməli. Düzələrə 3 ayına qədər, 2 ay 3 ayına qədər baxmaq haqqında təbii yolla üsulla. Deməli, şərbətli üsulundan tutmuş, qatıq, sarımsaq, hansı yemlər veriləcək, yumurtaya nəzər vermək lazımdır. İlk öncə sarısın, sonra maylanması, ağın sonra qarışdırmaq bir yerdə, ishal yapmaq üçün. Təbii üsulla, təbii üsulla qulluq eləməsi, təbii olmayan üsulla. Deməli, düzələrə astroturdan tutmuş, vitaminlərindən tutmuş, antibiotiklərindən tutmuş, H vaksinine qədər, qurt dərmanından 2 ay tamamında, bir həftə sonra isə H vaksini haqqında bütün hamısı ətraflı məlumat verəcəm. İndi onun isə çəkilişini edəcəm. Mən əsasda bunlar təbii üsulla edirəm. İmkan daxilində yenə də deyilərək onun hamısını bircə izah edəcəm. Hamısını nə qədər ölçüdə, nə qədər verilir. Hamısını bircə ətraflı məlumat verəcəm. İstiliyindən tutmuş hamısına qədər. Qış rejimində istilik, istər-istəməz fəsillərə uyğun olaraq istiliyi haqqında da məlumat verəcəm. Və istilik olmayan termometrdə istiliyini tutmaq lazımdır, o barədə də məlumat verəcəm. Yumurtayımız yumurtlayır. Yumurtanın içine yer altına düzür yumurtalar. Hərəkət edək var. Şilesi dikkat. Təmiz küt düşüb yatır. Deməli, yumurta tüyək seçərkən kütün altına, istər-istəməz aparatda, inkubator aparatında xoruz kirli olmalıdır bu şəkildə. 8-10 fəriyə bir xoruz düşür. Deməli, yumurta təzə olmalıdır. 8 saat sonra yumurtanın tüyək yumurtaya 8 saat, o da qoymaq da düzgün deyil. 8 saat sonra qoymaq. 3 gün ərzində, 11 gün ərzində, 12 gün ərzində seçib qoyulsa daha yaxşı olar. Seçərkən deformasiya yumurta uğramasın, əyri-üyrü olmasın, uzun şəkildə format olmasın, çox böyük olmasın, ikisarlı. Təzə yumurta olsun. Hava yumurta tərəfi həmişə saxlayarkən hava kamyası yuxarıda olmalıdır. Xarab olmaması üçün, həm də ki, yaxşı qalması üçün. Yumurtaya su vurmaq da çoxdur, yumaq da düzgün deyil ki, o tez xarab olur yumurtanı da saxlayarkən. Sənin yerdə saxlanılmalıdır isti vaxtlarında. Yumurta yumruq forma şəkilli olanda içindən fərə cücə çıxır, sivri olanda, uzun olanda isə xoruz çıxır. İçindən xoruz cücəsi çıxır. Yemək suyu həmişə qabağında olmalıdır ki, istədiyi vaxtda durub özü yeməyi yeyəcək. Yumurtanı hazırlaşırıq. Yumurtalı və süpsülü. Hərəkət toz. Hamın təsərrüfatına bərəkət etirsin, bərəkət olsun.